Məsələn, bu tip suallar olur da şagirdlərdə ki, OTK-da filan qədər bal yığdım, imtahana nə qədər bal yığaram. Qardaş, mən hardan bilim o? Yəni o dəhşət çox sual gəlir. Elə ki, yəni OTK-da 180 yığdım, imtahana nə qədər yığaram? Bax bu çox faktor asılıdır. Sən imtahanda OTK-ya sınaq gözü ilə girirsən, sınaqla girirsən, sınaq kimi gedirsən, bilirsən ki, səhər yuxudan duranda bilirsən ki, bu sınaqdır. Amma imtahan günü sən səhər yuxudan durarsan ki, bir dənə imtahan var, bir şansım var mənim. O səni stres eləyəcək. Orada nə bilim ayrı ciddi nəzarət olacaq. Sən orada stresslənsən, stresslənməyəsən. OTK ilə dimin tipi, sual tipi, sualları qoyma tərzləri təmiz fərqlidir. Və sən yığacağın bal OTK-dan təmiz müstəqil bir bal olur orada imtahanda. Və sən bunu heç kim bilə bilməz, heç kim kahin deyil bu baxımdan. OTK-da falan qədər yığdım, imtahanda bu qədər yığacam, mən arxayınam. Bilə bilməzsən bunu yəni. Bir də bir şey deyim. OTK ilə dimin sual tərzi, sual qoyma biçimi təmiz fərqlidir. Yəni belə deyim də, sən ola bilər ki, OTK-da riyaziyyatdan falan fulluyursan, amma dedim imtahanda yazanmasan. Çünki OTK sual təkrarlayır açığı. Yəni dim deyilir, onu zaten dim deyilir, amma dim açıqlarda eləmir bunu. Dim açıqlarda hər dəfə özünə özgün, riyaziyyatdan danışıram. Özünə özgün, yəni spesifik bir şeylər yaradır, qoyur oraya. Yəni həmişə deməyim, son 3 ildə. Son 3 ildə daha məntiqi əsaslanan, daha maraqlı, qəşəng suallar qoyur açığa. Məsələ atır, funksiya atır, bir dənə həndəsə sualı atır, bir dənə analitik həndəsə sualı atır. Keçən ildə nə var idi? Bir dənə ehtimalla qarışıq məsələ var idi. Bir dənə sistem təhlili məsələsi var idi. Bir dənə funksiya var idi, parabola var idi, sürüşdürmə idi. Yəni deyək ki, bu ildə elə bir funksiya sual düşəcək. Sonra nə var idi? Bir dənə çevrə sualı var idi. Yəni ora düşür. Yəni təqribi nə düşəcəyini kəstirmək olur açığı. Bu tip şeylər. Amma deyim ki, o 19 suallardan düşür, sadəcə toplu tip düşür. Sadəcə toplu. Demək olar ki, hamısı topludan düşür də. Yəni ona görə deyirəm ki,